Dedim de kızım, dedim. Bir başa demesem de dolayısıyla dedim. Ne dedin ki? Dedim ey sana. Git Fikrəti qabaqla, bir ərzə də sən yaz. Onsuz da axırınız ora gedir. Dedim ey sana. Yok ata. Ben bunu Fikrətə bağışlamayacağım. O mənə 13 yıl xəyanət edib. Ben bu günahın üstündən belə keçməyəcəm.